Rivian haqqında eşitmişsiniz? Eşitməmişsiniz? Gedirik test eləməyə. Bu Rivian salonudur. Burada yeni Rivian modelləri var. Şimdi onların haqqında bir balaca məlumat verəcəm sizə. Həm də test edəcəyik. Baxalım görək. Satıldığı qiymətə dəyər mi ya yox? Gəlin. Off-road modelidir. Disklərdən və təkərlərin modelindən görsənək ki, daha çox dağ şəraitində, yolsuzluq şəraitində sürmək üçün. Burası bagaj hissəsidir. Burada boşda charger və sair alətlərinizi burada saxlaya bilərsiniz. İstifadə edə bilərsiniz. Burada maraqlı bir şey. Salonda göstərəcəm. Bir tane maraqlı bir şey var. Onu istəyirəm göstərim. Çox böyük bagaj hissəsi var. Burada deməli. Burada bir tane knopka var. Bu knopkanı basırsan, bu knopkanı basanda buradaki hissə açılır. Bakın. Və bu tam axıra qədər gedir. O bir tərəfə qədər gedir. O bir tərəfdə eyni belə bir dənə qapı var. Yaxşıdır. Off-road modelinin salonudur. 7 yerlik. Çox gözəl. Çox genişdir əslində. Buradan knopkanı basırsan, öz gedir dolu. Ağır gedir, amma gedir. Qəşəkdir, keyfiyyətli, süni dəridən işlənmədə orada monitoru var. Full panorama şüşə, damı var. Rivian logosu. Qəşəkdir logosu, maraqlı logosu var. Bunun da salonu demək olar ki, eynidir. Yəni salonlar eynidir. Arxada monitor, qabaqda 2 dənə monitor, sürücülər üçün, sərmiş və sürücü üçün. Hətta bunun üstündə belə bir şey də var. Bu bagaj kimi əlavə edib nələr çəkmək olar. Yeni komplekta satır. Bu da. Bu sadəcə həmin o bayaq dediyim amortisasiyası qaldıranda belə hündür olur. Bunlar isə normal, amortisasiyası aşağı vəziyyətdədir. Pis maşın deyil, sürmək olar. Full elektrikdir, SUV model, 7 yerlik. Range Rover oxşuyur, amma Range Rover deyil. Sürətlənməsi yaxşıdır, pis deyil, elektrik maşını, amma çox ağır maşın. Böyük monitoru var, full şüşə panoraması var, damı var. Belə ailələr üçün, çox uşaqlı ailələr üçün əladır. Yaxşıdır, sürətlənməsi də pis deyil, normaldır. Düzdür, Model 3 kimi sürətlənmir, Model 3 daha yaxşı sürətlənir. Bilməmdir, bəlkə Model 3 ola bilər, kuzası balacadır, çəkisi aşağıdır, Model 3 daha sürətlidir. Həm də o Tesla'dır. Amma bu da yaxşıdır, bu da yaxşı sürətlənir. Yəni çəkisinə görə, boyuna görə yaxşıdır. Plus bunların 3-4 modeli var, əsas bir modeli var. Onun üzərində bir pick-up kimi, arxası trak kimidir. Arxası açıq olan var. Bir də hamısı bax belə bağlı olanlar. Bütün modellərin hamısında air suspension var və qalxıb düşə bilir. Yəni hamısı aşağı, yuxarı amortisatörlər hava ilə də qalxıb düşə bilir. Pis maşın deyil. Böyük monitoru var, sürücü üçün ayrı monitoru var. Belə böyük dirsək altısı var. Xalacinik boydadır. İkinci cərgə oturacaqları, üçüncü cərgə oturacaqları yaxşıdır. Qiyməti də 75.000 dollardan başlayır. 75.000 dolları bu maşını almağa dəyərmi, dəyməzmi? Məncə dəyər. 10.000-də indirim eləyirlər, tax rebate kimi, elektrik olduğuna görə. 65.000. 55.000 olsaydı daha yaxşı olardı. 55.000 olsaydı almaq olardı. Fikirlərinizi yazın. Almağa dəyərmi, dəyməzmi? Tesla yaxşıdır, yoxsa Rivian yaxşıdır? Ümumiyyətlə elektrik avtomobillərlə bağlı nə fikirləşirsiniz? Aşağıda kommentdə yazın.